Salam, Səbail rayonu 91 sayılı məktəbin kimya müəllimi Gülnarə Nəbiyeva. Bugünkü dərsimizin mövzusu elektrolitlərin suda məhlulunun elektrolizidir. Belə bir sual ortaya çıxır. Kalium yodidin suda məhlulunun elektrolizi zamanı elektronlar niyə müsbət yüklü kalium ionlarına deyil, məhz suyun neytral molekullarına birləşir? Bildiyimiz kimi, kalium qüvvətli aktiv metaldır. Onun atomu öz valent elektronunu asanlıqla verir. Suda məhlulda elektronun iona birləşməsi isə energetik cəhətdən əlverişli deyildir. Odur ki, elektronlar müsbət yüklü kalium ionlarına nisbətən su molekullarına asan birləşir. Su molekulu elektron alaraq çevrildiyi müsbət yüklü su ionu davamsız olduğundan müsbət yüklü hidrogen atomlarına və mənfi yüklü hidroksil ionlarına parçalanır. Katodda hidrogen atomları cüt-cüt birləşərək hidrogen molekullarını, anodda isə mənfi yüklü yod ionları isə oksidləşərək yod molekullarını əmələ gətirir. Odur ki, kalium yodidin suda məhlulunun elektrolizi zamanı katod və anodda gedən prosesləri aşağıdakı kimi ekranda göstərmək olar. Belə halda kalium yodidin suda məhlulunun elektroliz tənliyini onun ərintisinin elektroliz tənliyindən fərqli olaraq ümumi şəkildə belə göstərmək olar. İndi isə kalium sulfatın suda məhlulunun elektroliz prosesini nəzərdən keçirək. Kalium sulfatı suda həll etdikdə müsbət yüklü kalium ionlarına və mənfi yüklü sulfat anionuna dissosiasiya edəcək. Kalium sulfatın suda məhlulundan sabit elektrik cəryanı keçirildikdə yenə də katodda su molekulları reduksiya olunacaq və hidrogen qazı ayrılacaq. Anodda isə su molekullarının oksidləşməsi nəticəsində müsbət yüklü hidrogen ionları və neytral oksigen atomları alınır. Təsvir olunan şəkildən göründüyü kimi, o şəkilli boruda elektroliz prosesi aparılarkən ayrılan hidrogen və oksigen qaz qabarcıqları vasitəsilə məftil möhkəm qarışır və bu zaman müsbət yüklü hidrogen və mənfi yüklü hidroksil ionları birləşərək yenidən su molekulları əmələ gətirir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, kalium sulfatın suda məhlulunun elektrolizi zamanı yalnız su molekullarının parçalanması baş verir. İndi isə göstərilən elektroliz tənlikləri əsasında duzların formullarına görə məhlulda katod və anod proseslərində hansı maddələrin alınacağını əvvəlcədən söyləmək məqsədi ilə bu qaydaları bilmək lazımdır. Metalların elektrokimyəvi gərginlik sırasında verilmiş istiqamətdə, yəni soldan sağa reduks edicilik və kimyəvi aktivlik azalır. 1. Metalların elektrokimyəvi gərginlik sırasında litiumdan başlayaraq alüminium daxil olmaqla bu sırada solda yerləşən metalların, o cümlədən litium, kalium, kalsium, barium, natrium, maqnezium və alüminiumun həlli olan duzlarının suda məhlullarının elektrolizi zamanı katodda su molekulları reduksiya olunur və hidrogen qazı ayrılır. 2. Metalların elektrokimyəvi gərginlik sırasında alüminiumla hidrogen arasında yerləşən orta aktiv metalların, o cümlədən manqan, sink, xrom, dəmir, nikel, qalay, qurğuşun kimi həlli olan oksigenli turşu duzlarının suda məhlullarının elektrolizi zamanı katodda metal ionları su molekulları ilə birlikdə reduksiya olunur. Bu zaman katodda həm sərbəst metal, həm də hidrogen qazı ayrılır. Anodda isə su oksidləşdiyindən yalnız oksigen qazı ayrılır. Məhlulda isə turşu alınır. İndi isə miski sulfat duzu misalında elektroliz tənliyini nəzərdən keçirək. Elektroliz tənliyindən göründüyü kimi katodda sərbəst dəmir metalı və hidrogen qazı, anodda isə yalnız oksigen qazı, məhlulda isə sulfat turşusu alınır. 3. Metalların elektrokimyəvi gərginlik sırasında hidrogendən sonra yerləşən pasiv metalların, o cümlədən mis, civə, gümüş, platin və qızıl kimi həlli olan oksigenli turşu duzlarının suda məhlullarının elektrolizi zamanı katodda yalnız metal ionları reduksiya olunur və bu zaman
yalnız sərbəst metal alınır. Anodda su oksidləşdiyindən yalnız oksigen qazı ayrılır. Məhlulda isə turşu alınır. Elektroliz tənliyindən göründüyü kimi katodda yalnız sərbəst mis metalı, anodda isə yalnız oksigen qazı ayrılır. Məhlulda isə sülfat turşusu alınır. Bununla da biz sizinlə bugünkü dərsimizin mövzusu olan elektrolitlərin suda məhlulunun elektrolizi mövzusu ilə tanış olduq. Diqqətinizə görə minnətdaram.